Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda toyuq əti ilə çox dadlı yarpaq dolmasının hazırlanmasını sizinlə paylaşıram. Yarpaq dolmasının ətlə hazırlanma qaydası kanalımda var. Bugün toyuq əti ilə hazırladım, çox dadlı alındı, sizinlə də paylaşmaq istədim. İndi keçək hazırlanma qaydasına. Dolmanı toyuğun but dibi ətindən hazırlayıram. Marketdən hazır, sümüksüz toyuq but dibisini almışam. Dərisini soyub sonra doğrayıram. Toyuq sinə əti biraz quru olduğu üçün toyuq but dibi ilə bişirirəm. Belə daha dadlı alınır. İstəyən sinə ətini bu ətlə də qarışdıra bilər. Bir ədəd iri soğanı da qabığını soyandan sonra onları da doğrayıram. Toyuq əti ilə soğanı ət çəkən maşından keçirdirəm. Ətlə soğanı ət çəkən maşından keçirib bir ərzaq qabına yığmışam. Üzərinə təmiz yuduğum 2 xörək qaşığı da yumru düyü əlavə eləyirəm. Doğradığım göyərtilərdən 6-7 qanat şüyüd, 6-7 qanat da keşnişi xırda-xırda doğramışam. Onu da ərzaqların üstünə əlavə eləyirəm. 1 xörək qaşığı quru nanə, zövqə görə duz, qara istiot, qırmızı istiot, sarı kök əlavə eləyirəm. 5-6 xörək qaşığı bitki yağı əlavə eləyib, ərzaqları yaxşı-yaxşı qarışdırıram. Dolmaya istəyə görə quyruq da əlavə eləmək olar, amma mən qatmıram. Elə tək toyuq əti ilə bişirirəm. Yaxşı qarışdırıb qoyuram bir kənara. Dolmanı təzə yarpaqla bişirirəm. Yarpaqlar tər yarpaq olduğu üçün qaynatmıram. Elə üstünə çıxana qədər qaynar-qaynar su əlavə eləyirəm. Bir 5 dəqiqə qaynar suda gözlədirəm. Yarpaqların rəngi dəyişir, biraz yumuşalır. Sonra soyuq su ilə təmiz-təmiz yuyuram. Sonra dolmaları bükürəm. Yarpaqları yuyandan sonra ucunda olan saplaq hissələri kəsib atıram bir kənara. Hamısını açıb qabın bir kənarına yığıram. Onda dolmanı həm tez bükmək olur, həm də rahat olur. Açdığım yarpaqlardan götürüb hazırladığım içlikdən bir çay qaşığı qədər arasına qoyub dolmaları bükürəm. Dolmanı bükmək öz zövqünüzə qalıb, istər uzunsov, istər yumru şəkildə, istədiyiniz şəkildə bükə bilərsiniz. Dolma üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Mən 3 nəfərlik bişirdim, amma ailə üzvlərinizin sayına görə ərzaqları artıraraq ailə üzvlərinizin sayına görə bişirə bilərsiniz. Dolmaları da bükəndən sonra bişirəcəyim qazana düzürəm. Dolmanı bişirəcəyim qazanın alt hissəsinə yarpaqlardan bir sıra düzmüşəm. Sonra dolmaları üstündən düzürəm. Hamısını sonacan düzürəm. Dolmanı mən bitki yağı ilə, kərə yağı ilə bişirirəm. Amma istəyən tək bitki yağı ya da tək elə kərə yağı ilə də bişirə bilər. Sonda 1 xörək qaşığı qədər də kərə yağı üstdən qoyub, üstünə bir boşqab çevirirəm. Üstünə çıxana qədər isti su əlavə eləyirəm. Qazanın qapağını örtüb, qoyuram qaza bişməyə. Suyu çəkilib, yağa düşənə qədər bişirirəm. Toyuq əti ilə hazırladığım yarpaq dolmam artıq bişib, hazırdır. Çox gözəl dolmalar alınıb. Ət ilə dolmanın hazırlanma qaydası kanalımda var. Bugün də toyuq əti ilə hazırlayıb sizinlə paylaşmaq istədim. Sarımsaqlı qatıqla da çox dadlı olur. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı, yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.